Meylerbeyin diaqramına görə uyğunluğu müəyyən edin. Olca aparatif endoplastik şəbəkə. Maddələrin daşınması iştirak edir. Hər ikisi maddələrin daşınması iştirak edə bilir. Ona görə biri yazacağıq ortaya. Membranda zülal sistezi gedə bilər. Dənəvər endoplastik şəbəkədə gedə bilir. Lizosomu əmələ gətirir. Holgi kompleksi lizosomu əmələ gətirir. Bir membrandır. Hər ikisi bir membrandır. Membranlarında karbohidrat sintezi gedə bilər. Hər ikisində karbohidrat sintezi gedə bilər. Deməli, birinciyə aiddir 3, ikinciyə aiddir 2, üçüncüyə də aiddir 1, 4, 5. Ona görə doğru cavabımız eləyir buradan A variantı. Aiddir 1, 4, 5. Ona görə doğru cavabımız eləyir buradan A variantı. Keçək növbəti sualımıza. İşıq enerjisinin müəyyən hissəsini kimyəvi enerjiyə çevirən orqanoidin. Demək, söhbət burada xloroplastdan gedir. Əsas funksiyası ATF-ni etməkdir. Xeyr, bu deyil. Daxili müəyyən matriksi xeyr, stromadır. Əsas funksiyası maddənin daşınması təmin etmək deyil. Daxili müəyyən stoplazmadan iki lipid cərgəsi ilə ayrılır. İki lipid deyil, iki membran olduğu üçün 4 lipid cərgəsi olar. Daxilində həm translasiya, həm də transkripsiya prosesi baş verir. Bəli, çünki xloroplastın daxilində həm transkripsiya, həm də translasiya prosesi baş verə bildiyi üçün doğru cavabımız buradan Y variantı olur. Etmək deyil. Daxili müəyyən stoplazmadan iki lipid cərgəsi ilə ayrılır. İki lipid deyil, iki membran olduğu üçün 4 lipid cərgəsi olar. Daxilində həm translasiya, həm də transkripsiya prosesi baş verir. Bəli, çünki xloroplastın daxilində həm transkripsiya, həm də translasiya prosesi baş verə bildiyi üçün doğru cavabımız buradan Y variantı olur. Hansı alimin kəşfi hüceyrələrin üzvü və qeyri-üzvü maddədən əmələ gəldiyi fikrini təkzib etdi? Söhbət burada gedir Virxovdan. Çünki onun artıq deyəcəksiniz ki, hüceyrələrin qeyri-hüceyrəvi quruluşa malik maddələrdən əmələ gəlmədiyini göstərdi. Ona görə doğru cavab D variantı olaraq qəbul edirik. Ona görə doğru cavab D variantı olaraq qəbul edirik. B orqanı A orqanından fərqlənir. Orqanoiddən söhbət gedir. B orqanoidi A orqanoidindən fərqlənir deməli deyirik. Baxırsınız ki, üzvü maddə sintez etdiyi üçün, təbii ki, ikisi də üzvü maddə sintez edə bilir. İki membranlı olduğu üçün, iki membranlı, ikisi də iki membranlı orqanoiddir. Polisoma malik olsun, ikisi də polisomi var. Oksigenden istifadə etdiyi üçün A edir, B etmir. Stromaya malik olsun, bəli. Ona görə doğru cavab Y variantı olur. Doğru cavab Y variantı olur. Çünki B'də daxili müəyyən stroma adlanır, A'da isə matriks adlanır. Veriləndən hansı ribosoma malik deyil? Siyanobakteriya ribosomu var, vərəm çöp bakteriyası var, bağırsaq çöp bakteriyası var, infizor tərliyində var. Amma viruslarda təbii ki, hüceyrə orqanoidlərinin heç biri yoxdur. Doğru cavab Y variantı olur. Çünki B'də daxili müəyyən stroma adlanır, A'da isə matriks adlanır. Veriləndən hansı ribosoma malik deyil? Siyanobakteriya ribosomu var, vərəm çöp bakteriyası var, bağırsaq çöp bakteriyası var, infizor tərliyində var. Amma viruslarda təbii ki, hüceyrə orqanoidlərinin heç biri yoxdur. Cədvələ təqdim olunan strukturda müvafiq olaraq proseslərin baş verməsi və baş verməməsini rəqəmlə uyğun olaraq müəyyən edin, deyir. Təbii ki, birinci nüvədə transkripsiya getməz, amma transkripsiya gedir. Plastidlərdə həm transkripsiya, həm transkripsiya baş verir. Mitoxondriyada eyni plastidlər kimidir. Dənəvər endoplasmik şəbəkənin üzərində translyasiya gedəcəkdir, amma orada transkripsiya prosesi getmir. Ona görə doğru cavab kimi A variantını buradan götürəcəyik. Plastidlərdə həm transkripsiya, həm translyasiya baş verir. Mitoxondriyada eyni plastidlər kimidir. Dənəvər endoplasmik şəbəkənin üzərində translyasiya gedəcəkdir, amma orada transkripsiya prosesi getmir. Ona görə doğru cavab kimi A variantını buradan götürəcəyik. Şəkildə göstərilən varlıqda rast gəlinmir. Şəkildə bizə tütün mozaikası göstərib, RNA tərkibli virusdur. Orada pentoza var, amma dezoksiriboza rast gəlinməz. Ona görə doğru cavab kimi buradan B variantını götürmüş olacağıq. Polipeptiddir, yəni zülaldır deyər. DNT deyil, glukoza deyil, ATF deyil, pektin karbohidratdır, amma hemoglobin zülallara aiddir. Ona görə cavab Y variantı. Polipeptiddir, yəni zülaldır
Diğer DNT değil, glukoza değil, ATF değil, pektin karbonhidrattır ama hemoglobin züralara aittir. Ona göre cevap Y variantı olacaktır. Verilənlər hansı genin tərkibində ola bilməz? Genin tərkibində DNT-də olur. Deməli, DNT-yə aid olanlar olmalıdır. Olmayanlar isə ola bilməz. Timin var DNT-nin tərkibində. Urasil yoxdur, ola bilməz. Fosfat turşuda var. Riboz da yoxdur. Dezoksiribozadır. Monosakarit ola bilər. Dezoksiriboz da ola bilər. Ona görə cavab 2-4 cavabı, yəni B variantı. Görə cavab 2-4 cavabı, yəni B variantı olaraq cavabı qəbul edirik. Görə cavab 2-4 cavabı, yəni B variantı olaraq cavabı qəbul edirik. Verilənlərdən hansı doğru deyil? A fazası metafaza 1'dir, B fazası anafaza 1'dir. Hər iki faza meyoz bölünməyə aiddir. Bu doğru fikirdir. A fazasında bölmə vətənlərinin uzanması başa çatmışdır. Bəli, bu da doğru fikirdir. B fazasında xromosom sayı ikiləşmişdir. Xeyr, xromosom sayı ikiləşməyib. Olduğu kimi qalıb xromosom sayı. Bütünlərə sadəcə bütöv xromosomlar çəkildiyi üçün xromosom sayı burada ikiləşməyəcəkdir. Ona görə də biz doğru cavab olaraq cavabı B variantı verəcəksiniz. C variantı olur. Cevabı B variantı verəcəksiniz. C variantı olur. İnsanda əsasən qaraciyərə zədələndiyi virus xəstəliyidir. Bəli, qaraciyər zədələndiyi virus xəstəliyi isə biz amma hepatit xəstəliyə götürəcəyik. Hepatit C qaraciyər zədələndiyi virus xəstəliyi olaraq gedir. Cavabı B variantı verəcəksiniz. C variantı olur. İnsanda əsasən qaraciyərə zədələndiyi virus xəstəliyidir. Bəli, qaraciyər zədələndiyi virus xəstəliyi isə biz amma hepatit xəstəliyə götürəcəyik. Hepatit C qaraciyər zədələndiyi virus xəstəliyi olaraq gedir. Şəkildə təsvir olunan proses bitki hüceyrəsinin neçə növ strukturunda baş verə bilər? Birinci nüvədə baş verə bilər. Bu translyasiyadır. İkincisi plastidlərdə baş verə bilər və üçüncü mitokondriyada. Demək, üç dənəsi də baş verə bilər. Ona görə cavab buradan C variantı olaraq götürəcək. Cümləni tamamlayın. Kissa birləşik toxumanın xoş xassəli kişidir. Sonra əzələ toxumasının xoş xassəli kişidir. Eptel toxumasının bəd xassəli kişidir. Eptel toxumasının xoş xassəli kişidir. Bəli, kissa eptel toxumasının xoş xassəli kişilərinə aiddir. Cümləni tamamlayın. Kissa birləşik toxumanın xoş xassəli kişidir. Sonra əzələ toxumasının xoş xassəli kişidir. Eptel toxumasının bəd xassəli kişidir. Eptel toxumasının xoş xassəli kişidir. Bəli, kissa eptel toxumasının xoş xassəli kişilərinə aiddir. Eyni bir şeyin vərəqindən başlanğıc götürmüşdür deyir. Xorda və epidermis biri xeyr, bu deyil. Duyğu reseptorlar limfa sistemi xeyr, deyil. Ondan sonra derma və əzəllər, dermada mezodermal mənşəlidir, əzələ də mezodermal mənşəlidir. Ona görə bəli, bunu götürəcəyik, bunu götürəcəyik, bunu götürəcəyik. Çəkili bitkinin hansı orqanının bəzi hüceyrəsində bölünmə zamanı xromosomlar ekvator xətti boyunca 2 cərgə cürür. Yəni meyoz bölünmələr hansında gedə bilər? Meyoz bölünmə təbii ki, çiçəkdə gedə bilir. Ona görə doğru cavabımız buradan C variantı olaraq vurğulayacağıq. Bunu götürəcəyik. Çəkili bitkinin hansı orqanının bəzi hüceyrəsində bölünmə zamanı xromosomlar ekvator xətti boyunca 2 cərgə cürür. Yəni meyoz bölünmələr hansında gedə bilər? Meyoz bölünmə təbii ki, çiçəkdə gedə bilir. Ona görə doğru cavabımız buradan C variantı olaraq vurğulayacağıq. İki heterozigot boz ala dovşanların çarpazlaşmasından əmələ gələn fərdlərdən bir əlamətə görə heterozigot olan fərdlər yaşama qabiliyyətinə malik olmazsa, sağ qalan fərdlərin fenotip nisbətini yazın. Deməli 4 dənəsi böyükcə, kiçikcə, böyüyə, kiçik A olacaq. Sonra hər birindən bir dənədir. Böyükcə, böyükcə, böyük A, böyük A. Böyükcə, böyükcə, kiçik A, kiçik A, kiçikcə, kiçikcə, böyük A, böyük A və kiçikcə, kiçikcə, kiçik A, kiçik A. Deməli burada birinci bozlara baxırıq. 5 dənə boz fərd var. Ondan sonra bir dənə qara fərd var. Və 2 dənə də ağ fərd var. Ona görə biz 5-2-1 doğru cavabımız, yəni D variantı olacaq, D olacaq. Sonra hər birindən bir dənədir. Böyükcə, böyükcə, böyük A, böyük A. Böyükcə, böyükcə, kiçik A, kiçik A, kiçikcə, kiçikcə, böyük A, böyük A və kiçikcə, kiçikcə, kiçik A, kiçik A. Deməli, burada birinci bozlara baxırıq. 5 dənə boz fərd var. Ondan sonra bir dənə qara fərd var. Və 2 dənə də ağ fərd var. Ona görə biz 5-2-1 doğru cavabımız, yəni D variantı olacaqdır. D olacaq. Sonra hər birindən bir dənədir. Böyükcə, böyükcə, böyük A, böyük A.
Böyük C, böyük C, kiçik A, kiçik A, kiçik C, böyük A və kiçik A, kiçik A. Deməli, burada birinci bozlara baxırıq. 5 dənə boz fərd var. Ondan sonra bir dənə qara fərd var. Və 2 dənə də ağ fərd var. Ona görə biz 5-2-1 doğru cavabımız, yəni D variantı olacaqdır. Aşağıda göstərilən qrafiklərə əsasən baş verən proseslər hansı bütün canlılara aid edilə bilər? Oksigen miqdarı xeyr, bütün canlılar oksigen tənəffüs etmir. Amid su miqdarı bəli, bu doğrudur. Bütün canlılarda zülal sintezi gedə bilir deyə cavab B variantını götürəcəyik. Xeyr, bütün canlılar oksigen tənəffüs etmir. Amid su miqdarı bəli, bu doğrudur. Bütün canlılarda zülal sintezi gedə bilir deyə cavab B variantını götürəcəyik. Aşağıda bir amin tuşuna ait 3 hissə verilmişdir. Xətti quruluşun əmələ gəlməsində bu hissələrdən hansı və ya hansıları iştirak edir? Xətti quruluşun əmələ gəlməsi birinin karboksil qrupu ilə digər amin qrupu birləşir. Ona görə amin qrupu ilə karboksil qrupu, yəni cavab burada 1 və 3 cavabı olaraq götürəcəksiniz. Xeyr, bütün canlılar oksigen tənəffüs etmir. Amin tüsü miqdarı bəli, bu doğrudur. Bütün canlılarda zülal sintezi gedə bilir deyə cavab B variantını götürəcəyik. Aşağıda bir amin tuşuna ait 3 hissə verilmişdir. Xətti quruluşun əmələ gəlməsində bu hissələrdən hansı və ya hansıları iştirak edir? Xətti quruluşun əmələ gəlməsi birinin karboksil qrupu ilə digər amin qrupu birləşir. Ona görə amin qrupu ilə karboksil qrupu, yəni cavab burada 1 və 3 cavabı olaraq götürəcəksiniz. Şəkildə nəsil ağacının fərddən qan qruplarına fenotiپlər vermişdir. Hansı rəqəmlə verilən fərdlərin genotipi homozigot ola bilər? Deyir. Homozigot ola bilərmi? Məsələn, bu AA ola bilərmi? Homozigot olsun. Amma bu isə deməli mütləq şəkildə deyirsiniz ki, burada O var. Çünki bunun A'sı ilə bunun O'su birləşib A-nə əmələ gətirib. Bunun A'sı ilə bunun B'si də birləşib AB-nə əmələ gətirib. Amma bunu deməli bilinmir. A A'dır yoxsa A O'dur. Bilinmədiyinə görə 1-i götürəcəm. Gəldik bura. Bu zaten bəlli oldu mənə. Bu A'dırsa əgər, demək bu A O'dur. Buradan da B ilə A çarpazlaşdı. Həm B alındı, həm də AB alındı. Deməli də buradan dəqiq deyək ki, hansı homozigot ola bilər? Məsələn, böyük B, böyük B homozigot ola bilərmi? Ola bilər. Amma burada mütləq A homozigot deyil. Çünki A 0 ki, burada B 0 alınıb. Məsələn, 3 mütləq homozigot ola bilərmi? Ola bilər. Hər birinə baxıram. Buradan B-ni verir, buradan A-nı alır. Burada B-ni verir, buradan onu alır. Bəli, bu ola bilər. 3-ü də götürəcəm. Artıq burada 1, 3. Sonra gəldik bura. Təbii ki, bunlara baxdığımız zaman nə verəcək bizə buradan? A O ilə B O'dur deyirik. Niyə? Çünki buradan zaten onu alıp buradan B'ni alıp olup A o da B'ni deyken B o olacaktır. A B de olacaktır. Bu şekilde deyə bilərik. Homozigot ola bilər deyil. Biz homozigota baxırıq. Zaten burada homozigota 1 ilə 3 ola bilər. Doğru cavab ona görə də A variantı olacaqdır. Sonra gəldik bura. Təbii ki, bunlara baxdığımız zaman nə verəcək bizə buradan? A o ilə B o'dur deyirik. Niyə? Çünki buradan zaten onu alıp buradan B'ni alıp olup A o da B'ni deyken B o olacaktır. A B de olacaktır. Bu şekilde deyə bilərik. Homozigot ola bilər deyil. Biz homozigota baxırıq. Zaten burada homozigota 1 ilə 3 ola bilər. Doğru cavab ona görə də A variantı olacaqdır. Sonra gəldik bura. Təbii ki, bunlara baxdığımız zaman nə verəcək bizə buradan? A o ilə B o'dur deyirik. Niyə? Çünki buradan zaten onu alıp buradan B'ni alıp olup A o da B'ni deyken B o olacaktır. A B de olacaktır. Bu şekilde deyə bilərik. Homozigot ola bilər deyil. Biz homozigota baxırıq. Zaten burada homozigota 1 ilə 3 ola bilər. Doğru cavab ona görə də A variantı olacaqdır. Verilənlər neçəsi ribosomda sintez olunur? Ribosomda zülallar sintez olunur. Mesela insülin sintez oluna bilər. Selülaza azadı sintez oluna bilər. Hemoglobin sintez oluna bilər. Interferon oluna bilər. Ona görə 4 dənəsi orada sintez oluna bilər. Selülaza azadı sintez oluna bilər. Hemoglobin sintez oluna bilər. Interferon oluna bilər. Ona görə 4 dənəsi orada sintez oluna bilər. Hansı xəstəliklərin törədicilərinə mövcud olan nukleotidlərin növ müxtəlifliyini azot əsaslanan növ müxtəlifliyindən daha çoxdur. Deməli, söhbət virusları çıxacaq ortalıqdan.
Viruslardan vəba ola bilər, vərəm ola bilər, tetanus ola bilər və qara tan xəstəliyi ola bilər. Yəni 2, 3, 5, 6, 2, 3, 5, 6 olacağımız B variantı olacaqdır burada. Laza azadı sintez oluna bilər, hemoqlobin oluna bilər, interferon oluna bilər. Ona görə 4 dənəsi orada sintez oluna bilər. Hansı xəstəliklərin törədicilərinə mövcud olan nukleotidlərin növ müxtəlifliyini azot əsaslanan növ müxtəlifliyindən daha çoxdur. Demək, söhbət virusları çıxacağıq ortalıqdan. Viruslardan vəba ola bilər, vərəm ola bilər, tetanus ola bilər və qara tan xəstəliyi ola bilər. Yəni 2, 3, 5, 6, 2, 3, 5, 6 olacağımız B variantı olacaqdır burada. Sağlam insanda allel genlər üzrə malik ola bilməz. Yəni haploid ola bilərdi. Spermatozoid haploiddir. Yumurta hüceyrə haploiddir. Yönəltici haploiddir. Ona görə cavab 3, 4 və 6 cavabını A variantını götürürük. Genlər üzrə malik ola bilməz. Yəni haploid ola bilərdi. Spermatozoid haploiddir. Yumurta hüceyrə haploiddir. Yönəltici haploiddir. Ona görə cavab 3, 4 və 6 cavabını A variantını götürürük. Qeyri-üzüm maddən üzüm maddə hazırlamaq üçün işığa ehtiyac duymur. Qırmızı bakteriyaların işığa ehtiyacı vardır. Kükürt bakteriyaları ehtiyac duymur, doğrudur. Yaşıl elqəyən vardır da ehtiyac. Dəmir bakteriya işıq ehtiyac duymayacaq. Siyanobakteriya ehtiyac duyacaq. Parazit bakteriyada qeyri-üzüm maddən üzüm maddə üçün işığa ehtiyac duymur. Deməli, bu da ümumiyyətlə hazırlaya bilmir. Qeyri-üzüm maddə, üzüm maddə. Ona görə biz burada 2 ilə 4 cavabını doğru cavab kimi olaraq götürəcəyik. Ümumiyyətlə hazırlaya bilmir. Qeyri-üzüm maddə, üzüm maddə. Ona görə biz burada 2 ilə 4 cavabını doğru cavab kimi olaraq götürəcəyik. İşığa ehtiyac duymur. Dəmir bakteri və kükürt bakteriya, siyanobakteriyalar misal götürə bilərik. İlanın yumurtağın yetişmə zonasında əmələ gələn Y yönəlticimciklərinin maksimum sayı 24. Bir ki, nə qədər daxil olsa, 2n qədəri deməli yönəlticimcik əmələ gəlir. Y yönəlticimciklərin maksimum sayı olur. Deməli, n bərabərdir buradan 12. Deməli, toxumluqda 12 dənə hüceyrə daxil olmuş. Yetişmə zonunda daxil hüceyrələrin sayı isə yumurtalığın yetişmə zonunda daxil hüceyrələrin sayının 4 vaat çoxdur. Ona görə 12 üstəgəlsin 4 bərabərdir. 16-nın üzərinə hesablayasınız. Sonda alınan ümumi qametin neçəsi X cinsi xromosoma malik olar? Toxumun yetişmə zonasında hüceyrə sayı yumurtağın yetişmə zonasında daxil hüceyrə sayının 4 vaat çoxdur. 16 dənə varsa 16-nı vururuq. Qametlərin neticəsi x olar. Təbii ki, 16-nı vuruq 4-ə. O da bərabərdir. Deməli deyirik ki, 16-nın 4-də 64 dənə buradan x eləyəcəkdir. Bir də toxumun yetişmə daxil hüceyrə sayı ilə yumurtanın yetişmə zonasına daxil hüceyrə sayından 4 vahid çox olarsa. Sonda alınan ümumi qametin neçəsi x cinsi xromosoma malikdir, deyir. Tamam. Toxumluqda da zaten deməli daxil olmuşdur. Necəsə 12-si daxil olub. 12-ni vurub 4-ə bərabərdir. 48-ə əmələ gələcək. 48-in tutaq ki 24 dənəsi x-dirsə 24 dənəsi də y-dir. Təbii ki, burada mənə də nəyi soruşur? Məndən hüceyrə sayında sonra vahid çox olasa sonda alınan ümumi qamətlərin sayı neçə olacaqdır? Yönəlticimciklərin hamısı əgər deməli yönəlticimcik olaraq götürübsə 12 dənə buradan qamət gələcək. Demək 64 üstə gəlsin 12 o da bərabərdir 76-ya bərabər olacaqdır. Buradakı 24 dənəsi x-dirsə 24 dənəsi də y-dir. Təbii ki, burada mənə də nəyi soruşur? Məndən hüceyrə sayında sonra vahid çox olasa sonda alınan ümumi qamətlərin sayı neçə olacaqdır? Yönəlticimciklərin hamısı əgər deməli yönəlticimcik olaraq götürübsə 12 dənə buradan qamət gələcək. Demək 64 üstə gəlsin 12 o da bərabərdir 76-ya bərabər olacaqdır. Buradakı 24 dənəsi x-dirsə 24 dənəsi də y-dir. Təbii ki, burada mənə də nəyi soruşur? Məndən hüceyrə sayında sonra vahid çox olasa sonda alınan
ümumi qamətlərin sayı neçə olacaqdır? Yönəlicimliklərin hamısı əgər deməli yönəlicimlik olaraq götürübsə 12 dənə buradan qamət gələcək. Demək 64 üstə gəlsin 12 o da bərabərdir 76-ya bərabər olacaqdır. Verilen görüntülerden hansı iki növ gamet verer? Genler eşitli değil. İki növ gamet bu bir növ, bu dört növ gamet verir. Bu da dört növ gamet verir. Bu da dört növ gamet verir. Bu iki növ gamet verir. Bir de bu iki növ gamet verir. Ona göre 5 ile 6'nı deyəcəksiniz. Verilen görüntülerden hansı iki növ gamet verer? Genler eşitli değil. İki növ gamet bu bir növ, bu dört növ gamet verir. Bu da dört növ gamet verir. Bu da dört növ gamet verir. Bu iki növ gamet verir. Bir de bu iki növ gamet verir. Ona göre 5 ile 6'nı deyəcəksiniz. Diplot xromosom yığımına malik bir hüceyrənin xromosom üzərində genlərin düzüşü verilmişdir. Hansılar əmələ gəlməsi Krasnover olduğunu sübut edir. Deməli, A, B, Y, A, B, Y-dən başqa. A, B, Y bu Krasnover göstərmir. Bəli, bu göstərir Krasnover olduğunu. A, B, Y bu da göstərmir. Amma A kiçik B, Y bəli bu da göstərir. Ona görə 2 ilə 4-ü deməli deyə bilərsiniz. Dəmir. Amma A kiçik B, Y bəli bu da göstərir. Ona görə 2 ilə 4-ü deməli deyə bilərsiniz. Uyğunluğu müəyyən edin. Polinukleotid. Polinukleotid burada DNT'dir. Ona görə 1'ə D yazacağım. Polisaharit. Polisaharit də burada demək pektindir. Pektin olduğu üçün ona görə Y yazacağım. Polipeptiddir. Söhbət zülaldan gedir. Polipeptiddən əgər söhbət gedirsə deməli baxırıq burada hansı hemoqlobini misal göstərə bilərəm. Buradan hemoqlobin misal qalanları heç biri karbohidrat zülal değil. 1D, 2'ye 3C cevabı olacaqdır. Hemoqlobin misal qalanları heç biri karbohidrat zülal değil. 1D, 2'ye 3C cevabı olacaqdır. Hemoqlobin misal qalanları heç biri karbohidrat zülal değil. 1D, 2'ye 3C cevabı olacaqdır. Demək, biologiya dərsdə müəllim nuklein turşuları mövzusunu keçdən sonra əyani vəsaiti lövhədə asaraq şagirdlərə suallar verdi. Hansı rəqəmlə işarələnmiş iki növ azotlu əsasın ölçüsü digərlərindən fərqlənir deyir. Bu üçün ölçüsü. Çünki dedi ki, işarələnmiş iki növ azotlu ölçüsü digərindən kiçikdir. Nə soruşuyor bizdən? Ünvanladı. Hansı rəqəmlərlə işarələnmiş iki növ azotlu əsasın ölçüsü digərlərindən kiçikdir deyir. Bəli, bu zaman biz nəyi tapmalıyıq? Digərlərindən kiçikdir. Guaninlə demək timini tapmalıyıq. Burada timin verilib bizə 5 ilə. Tamam. Timin verilib bizə 5 ilə və sitozin də veriləcək bizə 4 ilə. Ona görə 4 ilə 5 iki növ azotlu əsasın ölçüsü digərindən kiçikdir. Bu ikisini. Sonra deyir ki, hansı rəqəmlə işarələnmiş hissə və hissələr zülal biosintezində bilavat iştirak edən nuklein turşunun tərkibində olmaz. Bilavat iştirak edən RNT-dir. Hansı RNT-nin tərkibində olmaz? Məsələn, 2 RNT-nin tərkibində ola bilməz. 5 RNT-nin tərkibində ola bilməz deyəcəksiniz. Sonra deyir ki, hansı rəqəmlə işarələnmiş hissə və hissələr zülal biosintezində bilavat iştirak edən nuklein turşunun tərkibində olmaz. Bilavat iştirak edən RNT-dir. Hansı RNT-nin tərkibində olmaz? Məsələn, 2 RNT-nin tərkibində ola bilməz. 5 RNT-nin tərkibində ola bilməz deyəcəksiniz. Deməli, deyir ki, verilən molekul hidrogen rabitələrinin sayının nukleidlər arası rabitələrin sayına olan nisbəti neçə olar? Nukleidlər deyəndə burada 10 dənə hidrogen rabitəsi var. Üstə gəlinsin 1, 2, 3 buradan. Yəni birinci, ikinci və üçüncü. Burada üçüncü toplam birlikdə 6 dənə də bu rabitə eləmiş olur. Ona görə bərabərdir. Doğru cavab 16 olmuş olacaq.